Salam, hər vaxtınız xeyir. 27 aprel tarixində 9-lara düşən riyaziyyat suallarına baxaq. 57-ci sualdan başlayaq. Qrafik əsasən düz xəttin bucağı misalını tapın. Baxırıq ki, qrafik y bərabərdir kx-in qrafikidir. Buradan yəni bucaq əmsalı deyirsə k-nı istəyir. K-nı tapmaq üçün y-i neyinirik? X-ə bölürük. Y 4-dür, x isə 2-dir. 4-ü 2-yə böləndə 2. Aha. Yəni B variantı. Keçək digər suala. Radiusu 19 cm olan çevrəmizi çəkirik. Aha, 19. Radiusu 19 cm olan çevrənin mərkəzindən 25 cm məsafədir. Deməli, çevrənin bu mərkəzindən 25 cm məsafədir. Tutaq ki, buradan bura qədər 25-dir. Nöqtədən çevrəyə qədər, yəni buradan bura qədər olan məsafəni istəyir bizdən. 25-dən 19, 6. Bu variantı. Aha, baxaq 59-cu suala. Bilirik ki, moduldan müsbət çıxır. Yəni 7,5 çıxılsın 3,3 bölünsün 2. Bu da eləyir 4,2 bölünsün 2, yəni 2,1. B variantı. 60-da düzbucaq parallelepipedin tam səthinin sahəsi. S tam səth. Düstur necə idi? 2 vurulsun AB, BC, AC. Tutaq ki, bu A'dır, bu B'dir, bu C'dir. Gətirib yerinə qoyuruq. 2 vurulsun. 3 vur 5. 5 vur 8. 3 vur 8. 2 vurulsun 15, 40, 8 üçün 24. Yəni 2 vurulsun 64, 79, 158. E variantı. Tərəfi 10 olan ABCD kvadratında M və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa, deməli, buranda 10 verib, buranda 10 verib və bunlar da 5-5 verib. Yəni orta nöqtələrdir. AMCN, AMCN. Bunun sahəsini istəyir bizdən. Biz ümumi S kvadrat yazaq da, kvadratın sahəsini tapa bildik də, onun kvadratı, yəni 100. Bu üçbucaqlardan necə üçbucaqlardır? Kvadratdırsa əgər bu, deməli düzbucaqlı üçbucaqlardır. Biz bir çox rahatlıqla bunların da sahəsini tapa bilirik. 50 bu, 25 budur, 25 budur. Niyə? Düsturumuz necə idi? Katetlərin hasilini yarsın. Yəni 10 vur 5 bölü 2. 25. 25, 25. Bura 50 isə deməli ortaya da S' də 50 qalır. Yəni 0. Aha. Əbob vur əkob hasilini hesablayın. Bilirik ki, düsturumuz var idi. Əbob AB vurulsun əkob AB bərabərdir AB-yə. Yəni 32-ni 68-ə vururuq. Bunları bir-bir vurğularını ayırmağa ehtiyac yoxdur. 8, 16. Bir yaddan. C variantı. 63. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan az. Tutaq ki, X şagird var. 30-dan çoxdur, 40-dan azdır. 2-2, 3-3 tutmaq olursa, deməli, həm 2-yə bölünən, həm 3-ə bölünən. Bu da 6-ya bölünən deməkdir. 30 ilə 40-ın da arasında 6-ya bölünən 36 var. Yəni variant. Keçək. Tənlər sistemindən ifadənin qiymətini tapın. Baxırıq ki, bunlar tərəf-tərəfə çıxsaq, burada da y var, burada da y-lər gedər. 2x çıxılsın mənfi x bərabərdir. Mənfi 23 çıxılsın 10. Yəni 3x bərabərdir mənfi 33. X bərabərdir mənfi 11. Gətirib yerinə qoysaq y üstəgəl 11 bərabərdir 10. Deməli, y neymiş? Mənfi 1. Elədir. 4 vurulsun mənfi 1 çıxılsın mənfi 11. Mənfi 4 üstəgəl 11, bu da eləyir 7.
A variantı. Keçək digər suala. Sabir və Vahid müəyyən sayda qələmi ilə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Əgər Vahidə 48% çatıbsa, deməli Sabirə neçə faiz çatıb? 52%. Elədir. 52% 39-dur. 48% x-dur. Buradan x-i tapırıq. Belə 100% da yazmaq olardı. Belə də yazaq. Yəni 39 vur 48 böl 52 bərabərdir. Aha, baxaq görək. 52 də 4-ə bölünür, 13, 48 də 4-ə bölünür, 12, 39 ilə 13 gedir, 3, 36 elədir. Nə qədər qələm? Nə qədər qələm? Ümumi istəyir. 39, 36, 75 variantı. 66. Ədədlərdən hansılar bərabərsizliyi ödəyir? 2x kiçik bərabərdir 8, x kiçik bərabərdir 8-i 2-yə bölürük 4-dən. Yəni bura ödəyir. Ümumi baxaq, cavablarına baxaq. Deməli, ədədlərdən hansılar bərabərsizliyi ödəyir? 2 ödəyir, 4 ödəyir, 6 ödəmir, 5 ödəmir, 4-dən kiçik 0-da ödəyir. 1, 2, 5. Bəli, variant. İfadənin çoxaltı şəklində göstərin. Aha, göstərək. Birinci cəmin kvadratının sışıdır. Neynirdi? Birincinin kvadratı 4x üstü 4. Üstəcə birinci ilə ikincinin hasilinin 2 misli. Yəni 3-2-nin 6, 2 misli 12, x kvadrat, y. Üstəcə 9y kvadrat. Üstəcə bunları da bir-birinə vurub açaq. 3-2-nin 6, x kvadrat, y. Üstəcə 4x üstü 4. Çıxılsın 9y kvadrat. Çıxılsın 3-2-nin 6, x kvadrat, y. Deməli, müsbət mənfi getdilər. Başqa, bunlar da getdi, müsbət mənfi. Qaldı 8x üstü 4, 12x kvadrat, y. Aha, bu, bəli, bir variantı. 2 zərə eyni zamanda bir dəfə atıldıqda üst üzə düşən xallar cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimal. 6-dan, yəni böyük olsun. 6 və 6-dan böyük olsun. Deməli, biz bilirik ki, 2 zər atılanda ehtimalımızın düsturu nə idi? Əlverişli hallar sayı bölünsün mümkün hallar sayı. 2 dənə zər atılanda bilirik ki, mümkün hallar sayı 36-dır. Əlverişli hallar sayı isə tapmaq, yəni 6 və 6-dan böyüklər düşmək. Elə biz 6-dan kiçikləri tapaq, axırda çıxarıq da. Yəni 2 zər 1-1 düşə bilər. 1-2, 1-3, 1-4, 1-5 o yox götürmürük. Niyə? Çünki 6 eləyir bu. 1-5-i götürmürük. Sonra 2-1 düşər, 2-2, 2-3, 3-1, 3-2, 4-1. Başqa da yoxdur. 4 burada, 3 burada, 2 burada, 1 də burada. 7, 10 dənə. Yəni 36-dan 10 çıxırıq. 26. 26 dənə hal var. Bunlar da gedir 2-yə gedir 13, 2-yə gedir 18, 18, 13 bəli variant. AD 15. AD. Ümumi 15 verib. AB-ni 7 verib. Bunlar da bir-birinə bərabərdir. 15-dən 7 çıxaram. 8. Deməli, bunlar da 4-4 imiş də. Çox asan suallardır. Sadələşdirək, yaxşı. 5-ə gedir 5 qalır, 5-ə gedir 3 qalır, x kvadratlar getdi, y-lər getdi, bir dənə y qaldı. A-lar getdi, bir dənə A üstü 7 qaldı. Bir də burada 2 qaldı. Yəni bərabərdir. 3-2-nin 6y bölünsün 5A üstü 7. A variant. Sonra geçək digər suala.
İfadənin qiymətini əvvəlcə mötərizənin içini hesablayırıq. Bunu 3-ə vurarıq. Orta məxrəc elədi. 2,9-da 3 çıxılsın 1,9-da 1 bölünsün. Bunu da çevirmək lazımdır. Qarışığı düzgün olmayana çevirmək lazımdır. 3-də 7 üzünü 21, 22. 3/4 bərabərdir. 2 tamdan 1 tam çıxanda 1,9-da 3-dən 1 çıxanda da 2. Bölünsün 22/3/4. Əvvəlcə bölməməni yerinə yetirmək lazımdır. Elədim. Sonra toplamanı yerinə yetirərik. Yine qarşığı düzgün olmayana çeviririk. 9'da 9 1 9 11. Və bölməni vurma ilə əvəz eləyəndə kəsiri tərsinə çeviririk. Elədi 22'də 3. 4 22 11'ə bu da 11'ə. Burada 2 qaldı. Bundan bu getdi 3 qaldı. 6'da 1 4 4. Bu arada ortamaç 12'dir. Bunu 2'ye vururuq, bunu 3'e vururuq. 2 üstə gəl 9. 11 böl 12. 12'də 11. C variantı. Keçək. 72. Keçən dəfə də imtahanda bu sualdan düşmüşdük. Bir dəfə fərq, bir dəfə cəm. 48 çıx 32. 48 üstə gəl 32. Aşağıda da 21 çıx 19. 21 üstə gəl 19. 48'den 32 çıxanda 16 vurulsun. 70 80 bölünsün. 20'den 9 çıxanda 2 vurulsun 40. Bundan bu getdi 2 qaldı. 2'nin də 2 getdi 16 qaldı. Elədir. Keçək digər suala. 73. Baxırıq ki, ifadənin qiymətini hesablayın. Hər ikisi 4-cü dərəcədəndir və hasildir. Deməli, bunların ikisini də eyni kökün altında yazmaq olar. 6 plus 2 kökdə 5. 6 minus 2 kökdə 5. Yenə 4-cü dərəcədən. Bu nə ilə kvadratlar fərq eləyirdi. Elədim. 36 çıxılsın. 2'nin 4 5'ində 20. 4-cü dərəcədən kök altı 16. Bərabər 4-cü dərəcədən bu nədir? 2'nin üstü 4'dür də elədi. İki üstü 4. 4'dən 4 getdi 2 qaldı. Cavabımız 2. 73, 74'e baxaq. Y-in hansı qiymətində A və B nöqtələri arasındakı məsafə 2'yə bərabərdir? Deməli, A və nöqtələri arasındakı məsafə necə idi? İkinci nöqtənin birinci koordinatından birinci nöqtənin birinci koordinatını çıxırıq. Yəni 4 çıx 6'nın kvadratı üstə gəl 5 çıx y-in kvadratı. Bu verib bizə 2. Hər tərəfi kvadrata yüksəldərək ki, kök etsin. Bu əvvəla nə eləyir? Mənfi 2 üstü. Baxaq. 4 üstə gəl 5 çıx y-in kvadrat bərabərdir. Bunu kvadrat göstərəndə 4'ə gəl 4 getdi. Deməli 5 çıx y-də 0 olmalıdır. Deməli y nədir? 5'dir. Nə istəyir bizdən? Y-in hansı qiymətdir? 5. Keçək digər suala. 75 bərabər yanlı üçbucaqda bərabər yandır. Yan tərəfə paralel olan orta xəttin uzunluğu. Deməli, bu orta xəttin uzunluğunu 4 veribsə, bu 8'dir. Deməli, bu da 8'dir. Ümumi perimetri 22 veribsə, 22'dən də 16 çıxsam, 6 qalır. Elədi. Deməli, bura neymiş 6? Oturacaq istəyirdi 6. 75, 76. Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş. Deməli, 8 dəftər və 5 karandaş. Və ya 6 dəftər, 8 karandaş. Yəni, bunların hər iki halında da eyni pul ödəyirdi. Deməli, bunlar bir-birinə bərabərdir. Dəftərin qiyməti karandaşın qiymətinə 2 dəfə çoxdur. Deməli, 8 dəftər 6'dır,
8K çıx 5K. 2'dir 3K. Burada D'yə 3 demək olar. K-nı 2 götürmək olar. D tutaq ki 3'dür, K 2'dir. Deyir dəftər qiyməti, K-nın qiyməti neçə dəfə çoxdur? 3'ü 2'ye bölürük. 1,5 dəfə. Sonra 76 keçək 77'ye. Uşaq anadan olanda atası 25 yaşında idi. Deməli ata, uşaq. Atası 25 yaşındadır, uşaq hələ anadan olub 0 yaşındadır. İndi onların yaşları cəmi 45 olası. Deməli müəyyən qədər vaxt keçib hər ikisinin yaşının üstünə həmin vaxt gəlinir də hər ikisi eyni qədər böyüyür. Uşağın neçə yaşı var? Aha, cəmi 45'dir. Deməli bunları toplayırıq. 25 plus x plus x 45 2x 45 çıx 25. Yəni 20. X 10. Uşağın neçə yaşı var? 10. Sonra iki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırıq ikincisi 12 saat tez yerinə yetirir. Tez. Deməli birinci fəhlə ikinci fəhlə yazsaq, deməli bu x yetirir. Bu x plus 12. Çünki o 12 saat tez yetirir də x vaxt sərf edir. Birinci deməli bunlar ikisi bir yerdə, x da 1. Deməli ümumi x saata görürsə 1 saata bunun x da 1'ini görər də. X da 1 üstə gəl. X plus 12'də 1 bərabərdir. 8 saata da 8'də 1'ini görər. 1 saata 8'də 1'ini görər. Buradan x'i tapaq. X bərabər. Yox belə. Orta məxcə getirək də. Yerinə qoymaqla seçmə üsulindən də tapmaq olar əlbəttə. Orta məxəc x orasını x plus 12'dir. Bura x plus 12. Bu tərəfi də x-a vururuq. Oldu nə? 2x üstə gəl 12. Bunu 8'e vururuq. X kvadrat üstə gəl 12x. Bu da eləyir x kvadrat. X kvadrat üstə gəl 12x üstə gəl 8 2 16x. Üstə gəl yox çıx. 16x 12x çıx 16x 96 çıx 96 bərabərdir 0. Çıx 4x çıx 96 bərabərdir 0. Aha, bu kvadrat tənliyin diskriminantla və ya viyetlə köklərini tapmaq olar. Elə viyetlə də deyə bilərik ki 12'nin 8. 12'nin mənfi 8. Baxaq hələ. 12'nin mənfi 8'e vuranda mənfi 96. 12'nin üstə mənfi 8 gələndə 4. Əks işarəsində də mənfi 4 doğrudur. Deməli birinci fəhlə təklikdə bu tapşırığın nə qədər vaxtda yerinə yetirir? 12. Keçək. Bu tərəfdə bunun həllini yazarıq. Düz bucaqlı çəkirik. Kvadrat oxşadanla. Düz bucağının bucaqlarından birinin tənböləni. Tutaq ki, bu bucağın tənböləni. Yəni 45, 45. Burada 90 olduğuna görə burada 45'dir. Deməli bunlar bərabərdirlər. Düzdür. Düz bucaqlardan birinin tənböləni onun tərəfini yarıya bölür. Yarıya bölürsə deməli burada eyni şeydir. Kiçik tərəfi 4'dür. Deməli burada 4'dürsə burada 4'dür, burada 4'dür. 4, 8. 10 perimetr çox asan. 8. Bu iki tərəf, qarşı tərəflərdə 16, 24. Sonra baxaq 80'ə. Stolun üzərindəki dik duran qələmə, stolun üzərindəki bu dik duran bu qələm. Bunu deyir. Qələmə ondan 150 cm uzalıdan fənər tutularsa, demək bu fənər 150
Bura deməli 150-dir. Fənər tulası qələmin arxasındakı divarda 48 sm uzunluğunda kölgəsi əmələ gələr. Bunun kölgəsi 48. Deməli burada 48-dir. Qələmin hündürlüyü 30, burada 30-dur. Qələm ilə kölgəsi arasındakı məsafə. Qələmdən kölgə, yəni buranı x deyir, x-i. Fikir verirsinizsə, bu nəyə oxşadı? Bir dənə baxın, mən bunu kənarda belə çəkim. Bu, bunu. Bura 30, 48, bura x, bura 150. Belə də elədim. Bunu biz oxşarlıqla yaza bilərik. Yəni 150-nin 30-a nisbəti bərabərdir 150 plus x-in 48-ə nisbəti. Bunlar getdi, burada 5 qaldı. 150 plus x bərabərdir 8, 5-in 40, 4 24, x da bərabərdir 240 çıx 150, 90 səhv etmirəmsə. -81-ci sual. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər az. Deməli, n rus, n ingilis sayını yazaq da. Yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Yəni bu x plus 3-dür, bu x-dir. Rus dili az idi. Bəli. Tutaq ki, Venn diaqramımızı belə çəkək. Bu ingilis, bu rus. Həm rus, həm ingilis dili fənnində məqbul qiymət alanların sayı 7 nəfər. Yəni orta 7-dir. Yalnız ingilis fənnində məqbul qiymət alanların sayı axırda bizdən istəyir. Bu 7-dirsə, deməli bu tərəf burada x minus 7 yazaq. Yəni ümumi x-dır. 7 nəfəri hər ikisini aiddirsə, deməli təkcə rus dili x minus 7-dir. Bu tərəfdə x plus 3 minus 7. Yəni ortağa hər ikisindən çıxmaq lazımdır. Bunun ümumini bizə verib səhv etmirəmsə. Aha, 22 bəli verib. Bunları toplayırıq, 22-yə bərabər edirik. X çıxılsın 4 üstəgəl 7 üstəgəl x çıxılsın 7 bərabərdir 22. 7-lər getdi. 2x bərabərdir 26, x bərabərdir 13. Elədir. X 13-dür. Bizdən istəyir. İngilis dili fənnindən məqbul qiymət alanların sayı. İngilis dilindən x plus 3 idisə 13 plus 3 16. Cavab belə olmalıdır. Yalnız ingilis dili dediyinə görə də yalnız biz ancaq bu tərəfi götürürük də göstərək. Buranı. Yəni x-i 13 tapmışıqsa 13 çıx 7. 6 nəfər. İngilis deyir. İngilis bu tərəfdir. Yox, bu deyil. Bu tərəf. Yəni x minus 4. 13-dən də 4 çıxanda 9. Cavabımız 9 olur. Bu qədər. Bitdi. Səhv etmirəmsə. Aha. Belə. Asan suallar idi. Hətta bundan əvvəl imtahanda düşən suallardan da daha asan idi deyə düşünürəm. Təqribi ilə oxşar suallar da eyni suallardır. Bu qədər. Sağ olun.